Sevinç milli mənəvi dəyərlər və müasir çağırışlarla sintezin inkişafına dəstək İctimai Birliyinin və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Birliyin təsisçisi professor Sevinç Abbasova çıxış edib. O, 20-ci əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında əhəmiyyətli rol oynayan Füyuzat jurnalı haqqında ətraflı məlumat verib. Keçirilən bu foto sərginin əsas məqsədi bu bir ilkdir. Naxçıvanın elmi, mədəni mühitində tarixi hadisədir. Bu tədbirin keçirilməsində, sərginin keçirilməsində məqsəd bütün Naxçıvan sakinlərinə müraciət eləyir. Yəni həftə sonuna da təsadüf etməsi də hər kəsin bu sərgidən istifadə etməsi və belə deyək də mədəni həyatında yeni bir üfüq açması ümidi ilə bu sərgini təşkil etmişik. Mən düşünürəm ki, digər ziyalılarımız da, mədəniyyət işçilərimiz də, qeyri-hökumət təşkilatlarımız da bu ənənəyə qoşulacaqdır və davamlı bu cür mədəni hadisələr Naxçıvan elmi mədəni mühitində davamlı olacaqdır. Mövzu ilə bağlı Milli Məclisin deputatı əməkdar rəssam Ülviyə Həmzəyeva, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun direktoru Pərviz Əmirov, Milli İrsi Mədəni Tarixi Araşdırmalar yayımlarının direktoru Əsəd Aslanoğlu, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev və Bakı Dövlət Universitetinin müəllimi Vəsilə Möhsümovanın çıxışları dinlənilib. Sonra sərgi ilə tanışlıq olub. Füyuzat jurnalı 1906-1907-ci illərdə Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşr olunubdur. O dövrdə fəaliyyətini dayandırıbdır. Sadəcə olaraq biz 2007-ci ildə MİMTA fondu olaraq Füyuzat jurnalını 100 il sonra yenidən bərpa etmişik və bugünə qədər də Füyuzat jurnalı öz nəşrini davam etdirir və bugün gördüyünüz üz qapaqlarından da göründüyü kimi Füyuzat jurnalı o keçmiş tarixini, milli mənəvi dəyərlərini qoruyur və təbliğ edir. Bugün dünyanın sürətlə qloballaşdığı və inteqrasiya prosesləri keçdiyi bir dövrdə milli mədəni irsimizə sadiq qalmaq, milli dəyərlərimizi təbliğ eləmək, xüsusilə də yeni yetişən gənc nəsil arasında təbliğ eləmək çox vacib bir məsələdir. İndiki gənclər o dövrün 1906-cı illərin, 1907-ci illərin və həmin dövrləri əhatə eləyən bəzi ictimai problemlərdən, ictimai dövri hadisələrdən uzaq dururlar. Və bugün bu jurnalın təbliğatı bir növdə həmin dövrə bir nəzər salacaqdır və bizim gənclərimiz, bizim insanlarımız, bilirsiniz, bugün elə bir dövrdür ki, yəni tapılmayan heç nə yoxdur və onlar tapıb bu jurnalı bəlkə də vərəqləyəcəklər və vərəqlərində təbii ki, özlərinə uyğun nə isə də tapacaqlar. Bu jurnalın üz qabığı da cəlb eləyir insanı, çünki üz qabığı da ictimaiyyətə bir mesaj verir, bir məktub kimindir. Ona görə də mən düşünürəm ki, bugünkü sərgi və bugünkü tarix həqiqətən də tarixi bir hadisədir və Naxçıvanda keçirilməsi də çox maraqlıdır. Bu jurnalda bizim həm qədim mədəniyyətimiz, həm müasir mədəniyyətimiz, həm Şuşa zəfərimiz özünün gözəl bəhrəsini görə bilir və biz sevinirik ki, Azərbaycanın müasir qəzet və jurnallarının içərisində Füyuzat jurnalı da yenidən öz həyatını yaşayır və bu işıqlı həyatda biz bütün füyuzatçılara uğurlar arzulayırıq. Tədbirin sonunda mahnı və rəqs nömrələri, uşaqların bədii qiraəti qonaqlara xoş təsir bağışlayıb. Sərgi satış 3 gün davam edəcək. Hafiz Əliyeva, Rəşad Hüseynov, NTV Xəbər.